Xocalı rayon mərkəzi xəstəxanasının sığorta koordinatoru Timnaz Quliyeva dünyasını dəyişib. Ajansız xəbər verir ki, bu barədə məlumat tibb müəssisəsinin rəsmi paylaşımında yer alıb. Bildirilib ki, Timnaz Quliyeva uzun müddətdir davam edən ağır xəstəliklə mübarizə aparırdı və həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın kollektivinin paylaşımında mərhumun peşəkar fəaliyyəti, işinə məsuliyyətlə yanaşması və insanlara göstərdiyi diqqət xüsusi vurğulanıb. Qeyd edilib ki, Timnaz Quliyeva çalışdığı müddət ərzində həmkarları və pasiyentlər arasında böyük hörmət və nüfuz qazanıb, səmimiyyəti və xeyirxah xarakteri ilə seçilib. Paylaşımda mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüzünlə başsağlığı verilib, onlara səbr dilənib. Onun vaxtsız vəfatının Xocalı rayon mərkəzi xəstəxanasının kollektivi üçün ağır itki olduğu qeyd olunub. Allah rəhmət eləsin. Azərbaycanda 3-cü kurs tələbəsi vəfat edib. Redaktorası xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollec rəsmi məlumat yayıb. Bildirilib ki, kollecin İnklüziv təhsil ixtisasının 3-cü kurs tələbəsi Əsədova Rasimə uzun müddət davam edən ağır xəstəlikdən sonra həyatını itirib. Məlumatda qeyd olunub ki, Rasimə Əsədova təhsil aldığı müddətdə məsuliyyətli, çalışqan və nizam-intizamlı tələbə kimi tanınıb. O, həm müəllimlər, həm də tələbə yoldaşları arasında səmimiyyəti, mehribanlığı və ünsiyyətçiliyi ilə seçilib. Humanitar Kollecin rəhbərliyi və kollektivi mərhum tələbənin vaxtsız vəfatını dərin hüzünlə qarşıladıqlarını bildirərək, onun ailə üzvlərinə, yaxınlarına və təhsil aldığı kollektivə başsağlığı verib, səbir diləyib. Qeyd olunub ki, Rasimə Əsədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin.